Burada danışdıqlarım normativlərdir, amma sən sahədə bunları eləməmsən. Düzdür? Mart ayın sonu qurtarmalısan bu işi. Mart ayı qurtarıb, amma sən qurtarmamısan işi. Mən Hidayət Quliyev Temobol şirkətində sahə rəisi vəzifəsində çalışıram. Hal-hazırda biolojik göl tikintisində, çayların və şəlalələrin tikintisində fəaliyyət göstərirəm. İşimizi uğurlu və keyfiyyətli görməyə çalışırıq və hal-hazırda da işin finalına doğru uğurla addımlayırıq. Sahə rəisinin vəzifələri odur ki, təlimatlar alındıqdan sonra həmin günə uyğun iş proqramı verilir. Eyni qaydada STM təlimatları da mütləq şəkildə verilməlidir. Təhlükəsizlik qaydalarına riayət olunmalıdır. İş güvənliyi bizim işimizin ən üst səviyyəsindədir. Sahədə də hər saat başı nəzarətdə saxlayırsan ki, yəni yazılan iş proqramına uyğun sahədə işin necə düzgün və incəliklə getdiyini nəzarət edirsən. Hər hansı bir nöqsanlar və xırda yuvanmalar olduğu vaxtı sahə rəisinin görəvi odur ki, o xırda yuvanmaları orada aradan qaldıra bilsin. Sahə rəisinin ümumi baxışı elə olmalıdır ki, anında nöqsanı aradan qaldırıb əvəzini yenilənməlidir ki, iş proqramı gecikməsin. Burada danışdıqlarım normativlərdir, amma sən sahədə bunları eləməmsən. Düzdür? Mart ayın sonu qurtarmalısan bu işi. Mart ayı qurtarıb, amma sən qurtarmamısan işi.